Maştağı qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən 66 yaşlı Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi işini davam etdirib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilənin oğlu Ağa Mövsün Əliyev şahid qismində ifadə verib. O bildirib ki, hadisə baş verən zaman evdə olmayıb. Belə bir faciənin baş verdiyini o, atasının onun iş yerinə gəlib etiraf etməsindən sonra öyrənib. Şahid ifadəsində vurğulayıb ki, qardaşı fiziki qüsurlu olub. Qardaşın həyat yoldaşı ilə ailədaxili münasibətə gəlincə isə gəlinlərin davranışı əvvəllər normal olsa da sonradan dəyişib. Qaynata və qaynanaya qarşı kobudluq nümayiş etdirməyə başlayıb. Təqsirləndirilən Ağanəbi Əliyev isə törətdiyi cinayət əməlinə haqq qazandıraraq bildirib ki, gəlinini ona söz qaytardığına və uşağını söydüyünə görə öldürüb. Həkim məsləhət gördü ki, xəstə oğlumu evləndirim. Gəlin ailəmizə oğluma qulluq etsin deyə onların toyunu elədim. Gəlinim uşaqlarını söyürdü. O söyüşlər mənə çatırdı. Qəbul edə bilmirdim deyə təqsirləndirilən şəxs vurğulayıb. Məhkəmənin növbəti iclası oktyabrın 30-una təyin edilib. Qeyd edək ki, hadisə Sabunçu rayonunun Maştağı qəsəbəsində baş verib. Ağanəbi Əliyev 33 yaşlı gəlini Durdana Əliyevanı bıçaqlayaraq qətlə yetirməkdə ittiham olunur. Qətl ailədaxili mübahisə zəminində törədilib. Mərhumun 3 azyaşlı övladı qalıb.